Bərdə türbəsi Azərbaycanın Bərdə şəhərində yerləşən memarlıq baxımından əhəmiyyətli bir tarixi abidədir. Bu türbə 15-ci əsrin əvvəllərinə aiddir və Azərbaycan memarlığının nadir nümunələrindən biridir. Bərdə türbəsi xüsusilə onun yüksək məqbərəsi və xarakterik arxitekturası ilə diqqət çəkir. Türbə həmçinin Bərdə şəhərinin qədim tarixini və mədəni irsini əks etdirir. Türbənin içərisində bir neçə qəbir yerləşir və bu abidə dövrün sənətinin və mədəniyyətinin izlərini daşıyır. Memarlıq xüsusiyyətlərinə görə Bərdə türbəsi müvafiq dövrün tarixi və dini əhəmiyyətini əks etdirən əhəmiyyətli bir abidədir. Bu türbə həm də Bərdə bölgəsinin turizm potensialını artıran və Azərbaycan tarixinin zənginliyini nümayiş etdirən əsas yerlərdən biridir. Nüşabə qalası haqqında məlumatlar məhdud olsa da, bəzi mənbələrə görə qala dövrün memarlıq üslubunu nümayiş etdirir. Qalanın inşa məqsədi bu ərazini düşmənlərdən qorumaq və əhalini müdafiə etmək olub. Bugün qalada görülən qalıqlar onun tarixini və keçmişdəki əhəmiyyətini göstərir.